Demək olar ki, birinci bölümün sonuna gəlib çatdıq. Bu bölümdə Power BI haqqında ümumi məlumat əldə etdik. Power BI desktopun endirilməsi və quraşdırılmasına nəzər saldıq. Həmçinin ilk dəfə bir data mənbəyə qoşularaq oradan dataları import etdik. Qısa olaraq Power Query editora da toxunaraq sadə data modelimizi yaratdıq. Son olaraq ilk vizualizasiyamızı yaradaraq onu necə save edə biləcəyimizə də toxunmuş olduq. İndi isə kursun xülasəsinə nəzər salaq. İkinci bölümdə biz Power BI desktopu geniş şəkildə araşdıracağıq. Data mənbələrinə necə qoşulacağımız, data sxemi necə yaradacağımız haqqında məlumatlara sahib olacaq. Üçüncü bölümdə Query editor ilə dataset üzərində müxtəlif işlər görəcəyik. Sütunların və sətirlərin idarə edilməsi, pivot, unpivot anlayışları, müxtəlif qrup by əməliyyatları ilə dataset üzərində transformasiya işi aparacaq. Təbii ki, bunların hər birinə ayrı-ayrı detallı şəkildə toxunacaq. Dataseti sonradan data modeli yükləyərək onun üzərində analiz aparacaq. Məhz data modelinin araşdırılması 4-cü bölümdə baş tutacaq. Analiz hissəsi Power BI desktopun çox vacib hissəsi sayılır. Çünki onunla biz datalarla bağlı vacib məlumatlar əldə edə bilirik. Bir çox data mənbəsi arasında əlaqələr quraraq onların birgə işləməsini təmin edəcəyik. Sonra isə DAX-dan istifadə edərək datalar üzərində müxtəlif hesablamalar apara bilərik. DAX, yəni data təhlil ifadələri bir formula dili hesab edilir. Onun yardımı ilə biz müxtəlif düsturlar yaza bilirik. Power BI desktopun son bölümü dataların vizuallaşdırılması ilə bağlı olacaq. Burada isə müxtəlif qrafiklərdən, xəritə və digər növlərdən istifadə edərək dataları Report View hissəsində vizuallaşdırmış olacaq. Power BI desktop ilə bağlı kursumuz bununla da yekunlaşmış olacaq. Sonraki bölüm sırf əməkdaşlıq və hesabatların paylaşılması ilə bağlı olacaq. Əvvəl də qeyd etdiyim kimi, əməkdaşlıq üçün biz Power BI Service və Power BI Mobildən istifadə edirik. Məhz bu bölümdə bu iki komponentə geniş şəkildə toxunacaq. Power BI Service-də dashboardlar yaradıb, onları necə paylaşa biləcəyimizi görmüş olacaq. Həmçinin Power BI mobil tətbiqinin də iş prinsipi ilə tanış olacaq. Bununla da əməkdaşlıq hissəsi yekunlaşmış olacaq. Təbii ki, son olaraq müəyyən çalışmalar və test tapşırıqları edərək öz biliyinizi daha da möhkəmləndirə biləcəksiniz. Hamınıza uğurlar.